Hamını salamlayıram. Sizinlə Layihə Guru Markets şirkət haqqında qısa məlumatlarla başlayaq. Biraz daha hər bir göstəricini daha ətraflı araşdıracağıq. Lazım gələrsə fasilə vermək mümkündür. Sözügedən təşkilatın hər bir parametrinə ətraflı baxa bilərsiniz. İndi biz şirkətin cari fundamental göstəricilərinə baxacağıq. United States Corp. Ticker HI. Bu baxış 25 may 2025-ci il tarifinə olan məlumata əsaslanır. Təsnifata görə Guru Markets şirkət United States Corp. Alt kateqoriyaya aiddir. Metal Block təhlildə 29 şirkət iştirak edir ki, bu da kifayət qədər reprezentativdir. Şirkət üçün nəticə belədir: 10 baldan 0 bal. Alt kateqoriya üzrə orta xal 2,5 bal. Geniş baxsanız, bütövlükdə bütün fond bazarı üzrə orta reytingin 1,9 bal olduğunu görürük. 0 xala qarşı United States Steel. Şirkətin səhmlərinin qiymətinin dinamikasının müqayisəsi United States Steel Corp. Və alt kateqoriyalı şirkətlər. 12 ay ərzində şirkətin səhmlərini görəcəyik. United States Steel 43,9% dinamika nümayiş etdirib. Alt kateqoriya üzrə qiymət dinamikası ilə müqayisədə -6,5%. Şirkətin bazar kapitallaşması United States Steel Corp. 11,78 milyard dollar dəyərində qiymətləndirilib. Alt kateqoriyanın bazar kapitallaşması 209 milyard dollardır. United States Steel 5,648% paya malikdir və alt kateqoriyada orta şirkətlərdən biridir. Şirkətin balans dəyəri 11,23 milyard dollar olaraq qiymətləndirilir. Alt kateqoriyanın balans dəyəri 227 milyard dollardır. United States Steel Corp. 4,938% pay təşkil edir. Birja səhmlərini və balans dəyərini müqayisə etdikdə aşağıdakıları görürük. Paylaş United States Steel Corp. Alt kateqoriyada bazar kapitallaşmasının qiymətləndirilməsi halında 5,648% təşkil edir. Balans dəyəri 4,938% təşkil edir. Bu, bazar kapitallaşma payından 13% azdır. Şirkətin bazar payının və alt kateqoriyanın balans dəyərinin qiymətləndirilməsi pis, -1 bal. Tədqiq olunan təşkilatın 4,269 milyard dollarlıq borc öhdəlikləri var. Balans dəyərinə olan borc kapitalın %38-ni təşkil edir. Şirkətin borc səviyyəsinin reytingi yaxşı 1 bal. Şirkətin səhm qiymətinin mənfəətə nisbəti 121,4-dür. Alt kateqoriya üzrə orta göstərici 16,7-dir ki, bu da alt kateqoriya üzrə orta göstəricidən 86% yüksəkdir. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə birja dəyərinin mənfəət nisbətinin qiymətləndirilməsi çox pis, -2 bal. Son 12 ayda mənfəət 97 milyon dollar olub. Növbəti 12 ay üçün proqnozlaşdırılan mənfəətin 705 milyon dollar olacağı gözlənilir. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə proqnozlaşdırılan gələcək mənfəət göstəricilərinin qiymətləndirilməsi yaxşı 1 bal. Şirkətin qiymət-satış nisbəti 0,8-dir. Alt kateqoriya üzrə orta göstərici 0,7-dir ki, bu da alt kateqoriya üzrə orta göstəricidən 14% yüksəkdir. Mübadilə dəyərinin gəlirə nisbətinin alt kateqoriya göstəriciləri ilə müqayisədə qiymətləndirilməsi tolu 0 bal. Son 12 ayda gəlir 15,160 milyon dollar olub. Növbəti 12 ay ərzində gələcək gəlirin 28,240 milyon dollar olacağı gözlənilir.
Gözlənilən gələcək satış rəqəmlərinin alt kateqoriyadakı rəqəmlərlə müqayisədə qiymətləndirilməsi yaxşı 1 bal. Alt kateqoriyada orta hesabla 3,9% olmaqla satış marjası 0,6% təşkil edir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 3,3% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə satış gəlirliliyinin qiymətləndirilməsi keçərli 0 bal. Alt kateqoriyada işçilərin sayına görə şirkətin payı 5,398% təşkil edir. Bu da bazar kapitallaşma payından 5% azdır. Təşkilatın bir işçisinə düşən kapitalın miqdarı $534.000. Alt kateqoriyada isə $510.000 var. Alt kateqoriya üzrə orta göstərici ilə təşkilatın göstəriciləri arasında fərq 4,7% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən kapitalın miqdarının qiymətləndirilməsi keçərli 0 bal. Şirkətin hər bir işçisinə düşən mənfəətin məbləği $4,400.000. Alt kateqoriya üçün orta 30,500. Və alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 86% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin hər bir işçisinə düşən mənfəətin qiymətləndirilməsi keçərli 0 bal. Şirkətin bir işçiyə düşən satış həcmi $687.000 təşkil edir. Alt kateqoriya $782.000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 14%dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin fərdi işçisinə düşən gəlirin qiymətləndirilməsi keçərli 0 bal. Satış üzrə əməliyyatların həcmi 8,1%, alt kateqoriya üzrə orta hesabla 2,7% təşkil edib. Bu qısa bir sıxılmanın göstəricisidir. Göstərici rəası 14 şirkət üçün %76 səviyyəsini göstərir United Statistik. Alt kateqoriya üçün isə RSI səviyyəsi 14, təxminən 48%-ə bərabərdir. Şirkətin səhmlərinin hazırki qiyməti təxminən $52. Şirkətin səhmləri üçün konsensus qiymət təxmini təxminən $43,82. Cari qiymətin dinamikası və konsensus proqnozu təxminən 16%-dir. Gəlin sifariş cədvəlinə baxaq, o sizin üçün əlçatandır, ona keçid bağlanmış şərhdədir. Sifariş cədvəli, səhmlərin qiymətləndirilməsi üçün məlumat və arayış sistemi tərəfindən müəyyən bir mövsümdə tamamilə ictimaiyyət tərəfindən qəbul edilmiş bütün qərarları ehtiva edir. Guru Markets. Sifariş cədvəlinə giriş pulsuz və açıqdır, bağlanmış şərhdə keçid. Şirkətin qiymətləndirməsinə əsaslanır United Statistik. Səhmlərin qiymətləndirilməsi üçün məlumat sistemi Guru Markets qərar qəbul edilib. Sövdələşməni açmayın, çünki bu video icmaldır. Bu videoya baxdığınız və məlumat və istinad sistemindən istifadə etdiyiniz üçün hamınıza təşəkkür edirəm. Guru Markets. Hamınız həqiqətən ən yaxşı tamaşaçısınız.